Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhum. Hörmətli izləyicilər, sizləri Həzrəti Zəhra TV-də xoş gördük. Söhbətlərimiz bildiyiniz kimi silsiləvari davam edir. Keçmişdə və indiki mövzularımızın bəhsi Əhl-i-Sünnə kitablarında İslam tarixidir. Biz Əhl-i-Sünnə kitablarının gözü ilə İslam tarixinə bir baxış nəzərə keçirdirik. Bildiyimiz kimi tarixin izləri, təsiri bizim həyatımız boyu qalmaqdadır. Hər bir tarixin müəyyən dönüş nöqtəsi, təsir nöqtəsi vardır. Bəzi tarixi hadisələr 50, bəziləri 100 il təsir qoyur bizim həyatımızda. Amma İslam tarixi elə bir tarixi hadisə idi ki, bəşərin tarixində o ta qiyamətə kimi bizim həyatımızda anlamlı iz qoyacaqdır. Bunu Quranda, hədislərdə də görürük. Tarixin əhəmiyyətini Quranda və hədislərdə də görürük. Quranda Yusuf surəsini, İbrahim surəsini, Nuh, Hud, bunları misal çəkmək olar ki, Allahın tarixi hadisələrə verdiyi dəyərdəndir. Onların bizim həyatımızda qoyduğu təsirdən ibarətdir. Bugün də bu mövzunu davam etdirəcəyik. Bununla bağlı da studiyamızda qonaqlarımız var. Bu mövzunun davamı olaraq qonağımız, studiyamızın hörmətli qonağı Həzrəti Ayətullah Seyyid Hüseyn Musəvi Zəncani Həzrətləridir. Selamun aleyküm hocam. Aleykümselam. Bəndə də salam ərz edirəm sizin məhzərinizə və əziz tamaşaçıların məhzərinə. Siz işarə buyurdunuz ki, biz istəyirik Qur'anı və mənbə-i əhl-i sünnəti, kitabı-hay əhl-i sünnəti, mənbələri ki, əhl-i sünnətindir. Onların gözü ilə baxaq, ta məlum ola, biz şiələr nə miqdar mətləbimiz düzdür, ya onların nə miqdar mətləbi düzdür. Şiədən heç də nəql eləməyəcəyik. Bəli. Biz ibtida bunu bəyan edirik aləm İslamda. Əziz qardaşlar, əhl-i sünnət deyirlər ki, Səhih Buxaridən mu'təbər kitab yoxdur. Roşəndir müğəziyyə, vazihdir. Adından məlumdur Səhih. Bəli, Səhih Buxari. Mən əziz qardaşlardan soruşuram, bu kürə-i zəmində, yer kürəsində, əgər bir nəfər tapıldı, dedi, ağa, bu Səhih Buxarinin xətti kitabıdır, Buxari yazıb. Əgər bunu bizə sabit eləsə, mən çox sözlərimi allam, deyərəm, ağa, mən iştibah eləmişəm. Yəni, bu yerdə, bəli, yer üzündə, bəli, heç kəs yoxdur deyə, ağa, Buxarinin xətti ilə bu kitab yazılıb, yoxdur. Bu əvvəlin kitablarının rişəsi yoxdur. Bu bir. Bəli. İkinci, özləri yazıblar əmsalı təhzib-ü təhzibdə və əmsalı o kitabda. Əhl-i sünnət qardaşlar yazıblar. Ağa, bu kitab Əli ibn Mədininin kitabı Əl-İləlidir. Buxarinin ustadı. Bəli. Əli ibn Mədini getdi səfərə, zahirən həccə, Buxari onun şagirdi idi. Getdi onun oğluna rüşvə verdi. Rüşvə deyərik. Rüşvət verdi. Dedi, ağa, sənin ağan gəlincək, bu pulu verirəm sənə, biz 20 nəfər ya neçə nəfər dostlarımızla gələk, sənin ağan Əli ibn Mədininin kitabın üzün yazaq. Bəli. Bu cür deyərik də. Bəli. Getdilər Əli ibn Mədini ki, Buxarının ustadı idi. Onun kitabın qaçaq, biz qaçaq deyərik də, məxfiyanı yazdılar, adını qoydular Səhih Buxari. Gizlin şəkildə yazdılar onu. Gizlincə yazdılar. Buxari Əli ibn Mədini səfərdən qeyddi, cələsə dərsi şuru olanda şagirdlərinin biri adı Buxari idi. Muhammed İsmail Buxari. Ağa, bu hər nə dedi, o bunun cavabını dedi. Bildi bunun kitabın o məxfiyanə, gizlincək. Bəli, məxfi, gizli. Məxfi götürüb yazıb. Bu ikinci mətləb. Həm əvvəlimci mətləb əhl-i sünnət qəbulvarlarıdır. Əziz qardaşlar, özləri yazıblar. Əvvəlci mətləb nə idi? Ağa, Buxarinin xətti ilə yer üzündə bir kitab yoxdur, bir namı Səhih Buxari.
İkinci mətləb bu oldu ki, özləri yazıblar, mu'təbər alimləri mərğum buyurub ki, ağa Əli ibn Mədininin də bu Buxarı gizlincə onu yazıb. Bəli. Bu oldu ikinci mətləb. Üçüncü mətləb. 2700, o dəfə zarən 2600-dən iştibahdır. 2761 dənə əsli Buxarinin adına yazılan kitabda hədis var. Bu ədədi mən düz deyə bildim. Bəli, bəli. 2761 hədisdir. Amma bəzi təkrar olub da, iki yerdə gəlib. Məsələn, bəzi, mümkün 100 dənə hədis ola, neçə yerdə hərəsi gələr. Məsələn, 500-dən ola bu. Amma bəqədri buna əl aparıblar, əl-an ədədi gəlib çıxıb, hududi 7000 xurdeyyə. 7563 dənə hədisdir. İndi icazə buyursunlar, əziz tamaşaçılar, mən bu kitabın içindən biraz oxuyum. Bəli. Görək bu kitab, istirik sabit eləyək, bunun 3 qismət eləyən, 2 qismət heç Peyğəmbərə rəbti yoxdur. Hala qabaqki musibətlər ayrı, bu üçüncü musibətə var. Əslən, Kitab-ı Buxari, qalə Rasulullah deyil, 3 yerə bölsək, bəli, 7563 dənəni belə 3 yerə. Bəli. Ondan 3-dən biri qalə Rasulullahdır, Peyğəmbərdəndir. Xob, 2 qismət, 3 qismətdən 2 qismət ayrıla. Bu əslən Peyğəmbərə rəbti yoxdur. Hala mən neçəsini oxuyum. Bismillahirrahmanirrahim. Əl-an, əl-yevm əkməltu ləkum dinəkum bəhsin elədik qəblən də. Bəli. Ki, yəhudular gəldilər, Ömərə dedilər ki, bu şiələr istirlər, qədiri xumun eləyələr, bayram eləyələr. Biz yəhudular sənə deyirik, hənuz yəhuduq, hənuz müsəlman olmamışıq. Sən deyilən bu cür ayə əslən Qədir Xumdan nazil olmayıb, yəhudilərlə Ömər Buxari yazıb, nə şiələr, otdular, bir cələsə qoydular, gəlin deyək, bu əl-yevm əkməltu ləkum dinəkum ayəsi nə Əliyə rəbti var, nə Qədir Xuma rəbti var. Bu cümə günü Ərəfədə nazil olub. Buxari yazıb, qəblən işarə eləmişəm ədədlərinə. Eyb eləməz, bəzən yenə deyim, müraciə buyursundan neçə dənə hədisə görün, düzdür yox, 45-ci idi, 4407, 4606, 7268. Bu hədislərin nömrələridir ki, Buxari yazıb, ağa, yəhudilərlə Ömər yətdilər, kudütə elədilər, hərbi çörlük deyəriz. Bəli, hərbi çevriliş. Hərbi çevriliş elədilər. Kudeta elədilər, nizami ərtiş deyərik də, ərtişi bir iş gördülər. Yəhudla səhabələrin neçəsi hamısının da rəsində, başında Cənab-ı Xəlifə-i Dövvam, yəni ikinci xəlifə Ömər, gəldilər, dedilər, əslən belə zat yoxdur. Pəs nəticə aldırıq, Buxari ki, bunların behətərin kitabıdır, tamamı şiələrin kitabından yaxcı, tozihə, qəşəng deyib, kudeta bər əleyhi bu ayə, hala dedim də, müharibə çevrilisi, bu ayənin əleyhinə, ziddinə, əliyin əleyhinə, Yahudilərin Ömərinkidir. Bəs bu da mətləbi bədi ki, qəblən demişdim. Baxın, görün, bu cəriyyə, əlbəttə, Müslim də gətirib bu mətləbi ya, 3017-ci şumarədə, biraz kiçildib rivayəti. Bu gün nömrələr deyirik, hədislərin nömrələri, bu indiki çap kitablardır. Əlanki kitablardır, aferin. Əlankiləri mən deyirəm, qədim ki, olsa xeyr, çünki əlan cavanların əlində, Tullabın, Fuzalanın əlində əlanki kitablardır. Əlan, təzə yazılanlar, Darülfeyh, İhya-ı Turas-ül Ərəbi, bu kitab çapxanalarınkidir. Çox gözəl. Xob, baxın, bu ibarət icazə buyurun, mən ərəbisini oxuyum. Buyurunuz. Bu Səhih Buxaridir. Mu'təbərlərin kitabı Əhl-i Sünnətdir. Sən məndən tez-tez danış ki, əgər ibarətlərim naqısdır, ibarətlərim sən səlis türkü ilə danış. 47-ci hədisin altında, biz deyərik zeyl hədis. Bu cür yazıb, həmin Buxari cədid. Qalə İbn Əbi Məlikə, yəni İbn Məlikə belə deyir. Özlərindəndir əhl-i sünnətdən. Haşiyədə bu. Haşiyədə yazıb.
Buxarinin haşiyəsində alim əhl-i sünnət yazıb. Ədrəktu 80 min əshabın nəbi sallallahu aleyhi və aleyh kulluhum yəxafun nifaq alə nəfsih. Ma minhum əhədun yəqul ənəhu alə iman Cəbrəil və Mikail. Yəni, mən İbn Əbi Məlikə səhabəhay Peyğəmbərdən, nə səhabi misal İbn Əbi Talib, Səlman-ı Farsi, nə o kuduta eləyənlərdən, bəli, hərbi çevriliş eləyənlərdən 30 nəfərin mən gördüm, hamısı qorxurdular, münafiq olala. Deyirdilər, qorxuruq öləndən sonra ruz qiyamətdə biz nə qiyafədə? Münafiq qiyafəsində durarlar. Münafiq qiyafəsində gələr. Buxari yazıb, nə şiələr. Biz istəyik deyək ki, möhtərəm aliman-ı sünni öz kitablarını oxusalar, fəqət şiə deyəni qəbul edəcəklər. Bu bəhslər ki varımız, bu yaxçı yoldur bunlar. Müsəlmanlar ba həm müttəhid olarlar, ba həm vəhdət təşkil verirlər. Yədi vahid olar, bir əl olarlar, rəfiq olarlar, qudrətlərə çox olar. Yolu budur ki, biri-birimizin sözünə qulaq asaq görək tərəf nə deyir axı? Biz heç firqənin əleyhinə danışmaq, bəhs elərik. Heç kəsi öldürmək, heç kəsin öldürməyinə iqdam eləmək. İslam deyir ki, bədtərin iş aləmdə qətlidir da, qabil iqdam elədi. Peyğəmbər İslam buyurdu ki, siz gəlin bu ayəyə qulaq asın. Mən ki sizin Peyğəmbərizəm və malir rəsulilləl bəlağ. Yəni nə mənə? Vəzifəyi Peyğəmbər budur ki, Allahın sözün deyə. Amma əsləhə çək, bunu öldür, onu öldür, bu kişvəri al, o dövləti al. İslamda bu zatda hücum eləmək yoxdur. Qanunu nazil olmayıbdır. Xob, bəs bu mətləbdə rövşən oldu. Ağay Buxarinin kitabında, haşiyəsində yazıbla, İbn Əbi Məlikə deyir, mən müvəffəq oldum. Peyğəmbərin sahabəsindən 30'unu da görəm, 30'u da deyir, qorxuruq, biz ruz qiyamət münafiq olaq. Niyə? O kudutada, hərbi çevriliş. Hərbi çevrilikdəki Yahudular gəldilər. Neçə dənə sahabe-i Peyğəmbərlə biri Ömər idi, biri Əbu Bəkirdir, biri Osman idi, biri Əbu Ubeydə-i Cərrah idi, biri Əbdurrahman ibn Avf. Bunlar Yahudla əlbir elədilər. Əlbir oldular. Gecə bila fasilə Peyğəmbər dəfn olmamış, Əli ibn Əbi Talibin öyün mühasirə edilər. Gəldilər də, biz özümüz intiqab eləyəcəyik. Hakimiyyətə əl aldılar. Hə, dedilər, Həzrəti Əli də istəyir da mənim işim yox, deydin özünüz intiqab eləyin. Məni Peyğəmbər təyin eləmişdi. İndi siz qəbul yoxuzdur. Mən də məşğulam öz kəşavərci deyərik, nə deyirik? Əkinçilik. Əkinçiligimə. O da əkinçilik elədi. Duruz. Xob. Görək, bu Buxarının bu sözü nədir? Nömrə deyərik də. Bəli, nömrə. Səhiyyə Buxari nömrəyə 111. Nömrəyi 3057. 3057. 6903. 6915. 7300. Bu Buxarının nömrələri. Bəli. Müslimin nömrələri 1370. Musnəd Əhmədin nömrələri. Xəbər əlan şumarı qoyublar xəbərlərinə. 137 və 615. Bunlar hədislərin nömrələridir. Əziz əhl-i sünnət yazıblar. Böyük alimləri yazıb. Əhməd ilə məzhəb əhl-i sünnətin birinin böyüdür da. Bəli. Nə yazıblar sizin nəzərdə bu nömrələrdə? Mən ibarətini oxuyum. Deyirlər, Əli ibn Əbi Talib buyurdu, salamullah aleyh, mənə Peyğəmbər Allah tərəfindən 2 dənə şey verib, heç kəsə vermir. Görək nədir? Fəhm-i Quran, təfsiri mən örgədib. Quranı başa düşmək. Bəli, Qurana başa düşmək fəqət mən örgədib. Müfəssiri Quran fəqət mənəm. Bir dənə səhifəm var. Səhifə. Səhifələr, kağızlar. Hökmünün biri sizə ey müsəlmanlar deyim. Əli buyurur Nədir? Müsəlmanı öldürməzlər. Buna görə ki, sən niyə kafiri əvvəl öldürmüşən sənə hücum eləyəndə? Mən Əli ibn Əbi Talib müşrik öldürmüşəm. Düzdür? Nə vaxt? Əvvəl İslamda. Bədridə, Huneyndə, Xəndəqdə. Müsəlmanı öldürməmişəm ki, məni niyə öldürürüz?
özləri etiraf edirlər. Əli buyurdu ki, o Müsəlmanı öldürməzlər buna görə. Sənin cürmün nədir? Ey Müsəlman, üstəlik sən öldürək, sənin cürmün nədir? Çünki sən kafir öldürmüşsən. Özləri yazıblar. Əlidir, məni niyə xanənişin elədilər? Öydə biz xanənişin deyərik də. Evdə otuzdurdular, yəni qoymadılar, yəni başqa fəaliyyətlərlə gələk meydana xidmət fəaliyyətlərlə eləyək. məşğul olsun. Deyirlər, sən niyə cəngi Bədirdə adam öldürmüşsən, müşrik öldürmüşsən? Cəngi Ühuddə adam öldürmüşsən, kafir öldürmüşsən. Buyurdu, kafir öldürmək, o Peyğəmbəri istəyirdi öldürə, mən də qoymamışam öldürə. Allahın hökmü idi. Xoş, bəs bu onların kitabları oldu. Bəli. Bəs öz kitablarının özü ilə deyirlər. Biz qəbul varımızdır. Sahih Buxarini əhl-i sünnət qəbul eləsə, sözdə deyirlər, bəli, əmələn, xeyr. Bu rivayətdə deyir, Əli ibn Əbi Talib əleyhissalam buyurdu ki, təfsiri Peyğəmbər mənə öyrədib. Sən buyur, təfsiri yəni Quranı? Təfsir deyirlər, bəli. Bu ələn bir-birlə mənim kitabım var, hezaran cild. Bir dənə, bir sətr kitab tap, desinə Əlinin təfsiridir. Tamam, niyə beynlə aparıblar? Sən bunu tozih ki, görək, vaqən əqllə cür gəlir. Buxari yazıb, bəli. Müslim yazıb, Əhməd yazıb, tamam nömrələrini də oxudum. Oxuduq. Ki, ağa, mən fəqət təfsiri Quran bələdəm, məni Əli ibn Əbi Talib vəssalam, vəssalam. Düz? Düzdür. Bəs niyə qoymayıblar Əlinin təfsirindən əhl-i sünnət? Bir kəlmə qala. Zəhhakin təfsiri var, bir dənə bərxlidir, nə Allahdan, nə Peyğəmbərdən, nə sahabədən heç görmüyor. Mücahid Ömərin oğlunun nökəri idi. Kəbul Əhbar Yəhud idi. Məqatil ibn Süleyman yalançı idi, deyərlər kəzzab. Əcəb onların təfsirini çap eləmişiz. Uləma-i muhtərəm, bərabər, əziz qardaş. Bəli. Niyə Əlinin kitabını çap eləməz? Xob, indi ağayı Nəsirli, sən buyur görək ki, vaqəən bu işgal variddir. Varid olar əlbəttə ki. Yəni Hər İslamın əqillinin zehninə bu gəlməz, bu söz düzdür. Hər ağıllı, hər düşünən bunu düşünməlidir ki, niyə görə İslamın əvvəllərində olan şəxsiyyətlər belə bir işlər görüblər, məhv olub, amma Ağalar yazıblar, Əli buyurdu, fəqət mənə təfsir öyrədib Peyğəmbər. Əl-an baxırıq, Əlinin asariyə, əslən bir dənə təfsir orada yazılır. Bismillahirrahmanirrahim, təfsir Əli ibn Əbi Talib, Əli ibn Əbi Talib bu ki, təfsiri bu cür yazıb. Dərhali ki, ərzdə bunu müxtasar tozih vereyim. Peyğəmbər İslam ayələr nazil olanda ayəni iblaq eləməzdi. Saxlardılardı 5 dənə. 5 dənə ayə, qahi səhabə uzağa gedəndə 10 dənə ayə yığılardı. Peyğəmbər buyurardı ki, əs-səlatu camiə. Gedək məsciddə namaz cəmaətə. Nə deyirik? Məscid camiə. Hamımız yığılaq. Cəmaət namazına. Bəli. Orada mən çıxardım mənbərə. Deyərdi, ağa, bu 10 dənə ayə gəlib mənə. Amma siz bilmirsiniz bunun hədəfi nədir? Mən bunları deyim sizə. Peyğəmbər orada deyərdi, 12 nəfər də yazardı. 12 nəfər rəsmi yazanıdır. Bunlar da deyərlər Kuttab-ı Vəhy. Onun biri Əli ibn Əbi Talibidir. Onu hamı deyir, biz demirik. Əhl-i sünnətin sözü ilə danışırlar. Məşhurdur. Hamı qəbul vardır. Bəd öydə də bir kilas qoyardı. Biri söb, birini axşam. Öz öyündə Peyğəmbər, Hucrey Peyğəmbərdir. Söb Əli ibn Əbi Talib cavandı, gələrdi, yazardı, axşam da yazardı. Bunu əhl-i sünnət deyirlər. O 12 nəfərdən də heç kəs yoxudur. Fəqət Həzrət Əli idi. Aha. Bu nəxşəsincədir. Bu elən Qur'an-ı Kərimdir da. Bəli. Bu Qur'an əvvəl bu nəxşə idi. Bağışlayın, tumar. Tumar bilirsiniz nə cür? Gird. Tumar biz bu cür deyirik. Şəkli Qur'an əvvəl bu nəxşə idi. Gird. Şəkli. Şəkli bu cür. Bu bizim əvvəlci Qur'anımızdır. Bu Qur'anı ki, əlan filmlərdə görürüz. Bunu yazardılar Qur'anı dəri üstünə. Dəri deyərək Türküdə. Yanında da onun təfsirin yazardılar. Bəli. Qərn əvvəli İslamda tamam Qur'anlar zamanı Peyğəmbər, zamanı Əbu Bəkr, zamanı Ömər, Osman, Əli ibn Əbi Talib, Muaviyə, Yezid ta gələ çıxa qərni duvvuma kimi Qur'anlarımız tumarıdır. Xoş, Peyğəmbər dünyadan getdi. Cənab-ı Ayın Nəsrli bu cür oldu qəziyyə 11 nəfər Qur'an yazanlara Peyğəmbər məsciddə umumi dərs demişdi, təfsirin. Yasin vəl Qur'anil
Həkim. Bu Yasinin mənası nədir? Haşiyədə Peyğəmbər buyurardı yazın. Bu Quran deyir ha. Bəli, Quranın nəsidir? Təfsiridir, açıqlamasıydı. Əhsən. Əvvəlimci qarnıda heç müsəlmanın haqq yox idi. Bağışlayın, zamanı Osman Hakimin. Bəli. Heç müsəlmanın haqqı yox idi. Quran apara özgəyə örgədə, məgərin ki, onun yanında təfsirin də Deməsin. deyərdi. Bəli. Duruz. Düz. Xob, Əbu Bəkr hədisi Peyğəmbəri otladı, ota çəkdi. Bəli. Ömər də ota çəkdi. Yandırdı. Qaldı Osman. Osman nə elədi? Dedi, bu 12 dənə Qurandan birini götürəcəyəm. Həfsə Ömərin qızı Peyğəmbərin əyalı idi. Bəli. Həfsə sən bunu saxla, sən Ömərin qızısan, Peyğəmbərin əyalısan. Bəli. Əyal deyək. Ailəsidir. Ailəsi. Sən bunu saxla. Nə Quran vardı o 11 dənə? Birini də Əli ibn Əbi Talib vermədi, özü yazmışdı təfsirin. Onu vermədi Osman. Bəli. Hamısını aldı. Tamam əhl-i sünnət özləri buyurublar. Osman tamam Quranları nə elədi? Yandırdı. Yandırdı. Niyə yandırıram? Osman dedi ki, Həsbuna kitabullah ki, Ömər deyib, bizə Quran bəsdir də haşiyəsi, təfsiri lazım deyil. Çün tamam Quranların haşiyəsi var idi, mən də dəstur verdim hamısını yandırır. Pəs əlan o bircik nədir vermişən həfsə saxlaya? Dedi, Əl-Haza huvəl Qur'anul mücərrəd. Həmin ki, bizim Quranlar o cürdür. Bəli. Duruz. Yəni tək Qur'andır. Bir dənə haşiyəsi, baxın. Bəli, yoxdur. Bizim tamam Qur'anlarımız bu cürdür. Duruz. Bir dənə haşiyəsi yoxdur. Yəni heç təfsiri yoxdur. Yəni ki, yəni oxusaz düşünməyəcəyiz. Nəticəsi olur da bir Qur'an gətirmişik ki, Peyğəmbər təfsir eləyəni demir. Demir. Peyğəmbərin təfsirin içində söz yoxdur. Xob. Çün özləri yandırmışdılar, bir kələmə Əbu Bəkrin təfsiri, sən buyur, yoxdur. Əlan yoxdur ya. Bəli. Bir kələmə Ömərdən təfsir yoxdur. Bir kələmə Osmandan təfsir yoxdur. Əlinin də təfsirindən qoymadılar, aləmdə bir dənə qallar. Bismillahirrahmanirrahim, Təbəri. O təfsiri Təbəridir gözüm qabağında. Təbəri Peyğəmbərdir. Təbəri Ömərdir, Təbəri Əlidir. Nə? Ağa əslən qarni çaharında bölübdür. Onun təfsiri var, Əlinin yoxdur. Əbu Bəkrin yoxdur. Durust, bunlar qəbdən bəhs eləmişikdir. Xob, işgalımız əlan şuru olur, təzi işgalımız. Peyğəmbər İslam buyurdu ki, bu qəziyyəni Allah mənə demişdir. Sənin sahabən, sənin əleyhuva kudütü eləyəcək. Hərbi çevriliş eləyəcək. Hərbi çevriliş eləyəcək. Niyə? Diqqət buyurun. Ədədi sən yaddaş elə sonraki bəhslərdə də 263 dənə sənədlə ay nəsrli 263 dənə sənəd mən gətirmişəm əlan kitabxanamda qəblən ayrı şəbəkəli məzhəbidə demişəm. Sizə də deyirəm 63 dənə kitab əhl-i sünnəti dərəcəyi əvvəl. Əvvəl Buxari, dovvum Müslim, sevvum Tirmizi, çaharum Əbu Davud, pəncum. Hamısında yazıblar, Peyğəmbər buyurdu, mənim sahabəm eyni Musanın sahabəsidir. Dedilə, ya Resulullah, Musanın sahabəsi nə cürdür? Musanın sahabəsi kudütü elədi, hərbi çevriliş elədi. Mənim də sahabəm məndən sonra mənim əleyhimə hərbi çevriliş eləyəcək, kudüs eləyəcək. Necə? Buyurdu ki, hənuz mən getməmişəm, bu dünyada varam. Deyirəm, Əbu Bək, Ömər, gedin Ceyş-i Usamiyə, gedin leşkərə, qalmayın mənim yanım, mən ölürəm, istəyirəm, siz burada olmayaz. Sözə baxdılar, büyüktülə gəldilər. Qeydib gələndən sonra istəyirdim vəsiyyət yaza. Xob, Ömər dedi, istəməz, sən qızdırmışan. Qızdırmam var. Qızdırmam vardı, həziyyət danışıram. Təb var idi. Təbim vardı, qoymadı. Məgər bunlara Peyğəmbər deməmiş, çıxın gedin. Ayə-i 25 Surə-i Maidədə deyir ki, Qalə Musa, Rəbbi inni la əmliku illə nəfsi və əxi fəfruq beynna və beynəl qovmil fasiqin. Xudaya, mən qalmışam, bir də öz qardaşım Harun, tamam sahabəm, mənim əleyhimə kudüt elədilər, çıxılə etdilər. Bu ayə-i Quran deyə. Qalə, yəni ki, dedi Musa, Rəbbi ey mənim Allahım,
La əmliku, malik deyirəm day. İlla nəfsi, məgər özümə və əxi, Qardaşıma. Qardaşıma. Bəs ya Rəsulallah, ey Peyğəmbər İslam, bəs bu ayənin mənası nədir? Buyurdu ki, ayə mənə nazil olub. Allah Cəbrəli olub, Peyğəmbər İslam'a deyilən, sənin də sahabən fəqət Harunun qalacaq. Əntə minni bi mənzilət Harunə min Musa. Əli sənin Harundur. Bu qalacaq 2-3 dənə qoca kişi. Səlman-ı Farsi, Əbazər-i Ğəfari o, Əmmar-ı Yasir o, Miqdad 12 nəfərdən kəm. Bəqiyyə sənin əleyhva kudut eləyəcəklər, qədr, bağeyn. Neçədən yazdınız? 263 dənə kitab-ı umde-i əhl-i sünnətdə, hətta Buxari neçə yerdə qoftam? 8 yerdə. 8 yerdə. Deyib ki, Peyğəmbər bəli buyurdu, mənim sahabələrim məni öləndən sonra mənim əleyhimə kudut eləyəcəklər, mənim Harunumu xanən işini eləyəcəklər, öydə qalacaq. Duruz? Bəli. Özləri də olacaq cəhənnəmi. Bu 263 dənəni şiyələr yazıb müsəlmanı muhtərəm. Əziz qardaş, biz istirik nə ərz eləyək, Cənab-ı Ay Nəsrli? İstirik əziz tamaşaçılara ərz eləyək. Şiə fəqət müsəlmanlarla söz danışmağa. Deyir, qardaş olaq. Bəli. Allah bizi əqd-ü qüvvət oxuyub. Qardaş, innəməl məunə ixvə. Amma qardaş, oturaq görək, nəm olub mən şiə olmuşam, sən sünni olmuşam? Nəm olub mən şiə olmuşam, oğa vəhhabi olub? Qardaşlıq olandan sonra danışa bildik. Əsləhə ilə adam öldürməklə iş olmaz ki, axı. Biri həmliliyə gedə bu dövlət ala, biri gedə hələv ala, biri gedə rəqqən ala, biri gedə musil ala. Əsləhə ilə müsəlmanlar işi həll olmaz. Hop, fərzən, təqsir mənim Musəvidə, mən şiyədədir. Da bundan qeyrəs ki, onların iddiası yoxdur. Deyir, ağa, tamam təqsir şiyələrdir. Hop, mən müqəssir. Amma məni müqəssir deyəm, gəl danışaq, sabit eləyim ki, məndə təqsir yoxdur. Yox, sən öldürəcəyəm. Axı, bir nəfər öldürəndə gərək gedə dadiqaha. Təqsiri sübut ola. Təqsiri sübut ola. Siz qabaqca deyirik, gəlin danışaq, mahvərədə diz danışaq, öylərdə danışaq, mədrəsələr danışaq. Bəs bənabərin ərzim burada qutulur ki, bizim tariximizə baxanda Əhl-i sünnət gözü ilə bunların muhtəbərtərin kitabları nə oldu? Səhih Buxari. Səhih Buxari əvvələn 3 qismətiş əslən Peyğəmbər sözüdür. O tərəfdən də yazar, özü yazmayıb. Kim yazıb? Əli ibn Mədininin kitabıdır. Gizlincə rüşvə verib oğluna yazıblar. Əli ibn Mədininin oğluna. O tərəfdən də özləri deyirlər, sahabələrin 30-un gördüyü 30-da deyir, ehtimalən biz münafiq olaq. Belə. O tərəfdən də yaddaş dilədin Cənab-ı Ay Nəsrli 263 dənə mənbə Əhl-i Sünnət 8-in elə Buxari yazıb. Ağa, Peyğəmbər buyurdu, mənim sahabəm kudut eləyəcək, hərbi çevrişləkmək. Bəli, hərbi çevrişləkəcək, hakimiyyət əl qoyacaq. Əhsən, hakimiyyətin məndən sonra qədr eləyəcəklər. Qəsb eləyəcək. Bu neçə dənə yaddaş dilədin? 263 dənə sənədir. Day bu şiənin sözü budur da. Deyir ağası, fəqət sizin kitabları biz qəbul eləyəcəyik bu bəhsimizdə. Görək sizin kitablarla qabağa etsək, həq sizinlədir ya, həq bizinlədir. Amma müqəddəmədir qardaş olmağa. Hər kəs gələr şiəni sünnünün əleyhinə. Sünnünü şiənin əleyhinə biz bunları düşmən bilirik. Bunlar şeytanın əlidir. Məqsədimiz də bu ki, vəhdət yaratmaq. Bir fikir formalaşdırmaq, onun ətrafında vəhdət yaratmaq. Bəs bu da mənim ərzim qutulu da vəhdət tamam. Allah sizdən razı olsun. İnşallah gələn söhbətlərimizdə sizdən faydalanacağıq. Hörmətli izləyicilər, bu söhbətimizdə Ağay Seyyid Musəvidən faydalandıq. Onun tarixi hadisələrdən bizə misallar gətirdi. İnşallah gələn görüşlərdə bizdən ayrılmayın, dəyərli söhbətlərimiz olacaq. Sağ olun, Allah amanında.